Deməli, ümumi sınaq 43-ü izah edirik. Görürsünüz də, misal hazır verilib. 0,32 üstə 0,72-ni birinci sadələşdirək. Vergüldən sonra 2 dənə ədəd var deyə 2 sıfırlı yazırıq məxrəcə, %32 üstə gəl. Vergüldən sonra 2 dənə deyə yazırıq %72. 32-ni 16 vur 2 kimi yazırıq 100. 72-ni də 36 vur 2 kimi yazırıq aşağıda 100. 16-dan 4 çıxır, 100-dən 10 çıxır. 2-dən kök çıxmır, kök atdı 2. 36-dan 6 çıxır, 100-dən 10 çıxır. 0,4-dür. Kök 2, bu da 0,6 kök 2-dir. İstəsəz belə də eləmək olardı. Bax belə. Bax ikisinin də yanında kök 2-dir ya. Onda 4 ilə onda 6-nı toplamaq olardı. Onda 4 üstə gəl, onda 6 vuraq kök 2. Belə də yaza bilərdiniz. Onda 10 vuraq kök 2, o da 1 kök 2 eləyir. Belə eləyə bilərdiniz. Aşağıda 0,5 var. Onda 5. Ayrı-ayrı yazdıq. Kök 5 böl kök 10. Düzdür. Fikir verdiniz. Yuxarı bizdə kök 2 alınmışdı. Aşağıda kök 5-dən kök 10 alınıb. Bərabərin yanındakı bu kəsir xətti. Görürsünüz, yaşıl kəsir xətti. Onun üstündəkini yazırıq. Bölmə işarəsi qoyuruq. Kök 5 kök 10. Yerini dəyişirik. Kök 2 vuraq. Kök 10 böl kök 5. Kök 2 yuxarı vururlar və yaxud da kök 10'u kök 5'e bölündə kök 2 alınır. Kök 2'ni kök 2'ye vuranda 2 eləyir. Yekun cavab 2'dir. Aha, davam eləyirik. Funksiya deyir, xətti funksiyadır. Məsələn, xətti funksiya y bərabərdir 5, y bərabərdir 6x plus 3, y bərabərdir -2-də 1, x üstə gələk 7-də 2 və s. Yəni, məxrəcdə hərf olmur. Kx plus b formasında olur. Deməli, xətti funksiya olmaq üçün yuxarıda o kx plus b var. Aşağıdakı x-lər yoxa çıxmalıdır. Yoxa çıxmaq üçün həm a kvadrat çıx 4, həm də a üstə gəl 2 sıfıra bərabər olmalıdır. Deməli, ikisini sıfıra bərabər elədik. A kvadrat bərabər 4-ə. Buradan da a üstə gəl 2-ni sağa keçsəndə a -2-dir. A kvadrat 4-dürsə, a bir dəfə müsbət 2, bir dəfə -2. İkisinin də eyni vaxtda qiymət aldığı a bərabərdir -2-dir. Belə, bir də deyirəm, çox çətin bir sualdır. Xətti funksiya olmağını istəyir. İdeya tələb edir. Xətti funksiya olmaq üçün məxrəcdə hərf olmamalıdır. Olmamaq üçün həm a kvadrat çıx 4 sıfır olmalıdır, həm də a üstə gəl 2 sıfır olmalıdır. A kvadrat çıx 4-də 4'ü sağa keçirtdim. A bir dəfə müsbət 2, bir dəfə -2-dir. Burada da a -2-dir. İkisini də eyni zamanda ödəyən -2-dir. Ona görə a bərabər olmalıdır -2-yə. Gəldik bura. Çox dəhşət bir sualdır. Hansı ki, bayaq dedimi, plan dəftərinə yazmalısan. Ümumi sınaq 43-ün, məsələn, 3-cü sualı. Bunu biraz keçəndən sonra bir həftə üstünə bir də qayıdıb baxmaq lazımdır. Bunu dərindən həzm eləmək lazımdır. Çox çətin bir sualdır. Dairənin sahəsi 36 pidir. O dəqiqə sahə əgər 36 pidirsə, radiusda 36-nın kökünü altda salırsan olur 6. Deməli, sahə 36 pidirsə, radius 6-dır. Super. Deməli, bunun radiusları 6-dır. Ondan sonra qövsün uzunluğu 8-dir. Bu AB qövsün uzunluğu 8-dir. Buradakı bucağı bilmirəm, mərkəzi bucaq alfadır. Qövsün uzunluğu belə tapırdılar. 2 pi r vur alfa böl 360. Bir də qövsün uzunluğu nətər tapırıq? Bir dəfə də yazaq. Qövsün uzunluğu nətər tapırıq? 2 pi r vur alfa bölək 360-dan tapırıq. Həmin qövs 8-ə bərabərdir. 8-ə bərabərdir. Belə deyək, buradan nələr eləmək olar? Məsələn, 2 ilə 360 ixtisar eləsən 180 qalar. Sonra radius 6'dır. 6'nı yazsa 6 ilə 180 ixtisar gedər 30 qalar. Pi vuraq alfa bərabər 30'u 180 vuranda 240 eləyir. Belə istəyir həmin hissəni bir dəfə də işləyək. Bir dəfə də işləyək həmin hissəni. Bax, belə deyirəm. Qövsün uzunluğu 8'dir. Qövsün uzunluğunun düsturu 2 pi r alfa böl 360 bərabər 8'ə. 2 pi vuraq, radiusumuz 6'dır. Vur alfa böl 360 bərabər 8'ə. 6 ilə 360 gedir, qalır 60. 2 ilə bu gedir, qalır 30. Pi alfa bərabərdir 30 vur 8'dən 240 eləyir. AOB sektorunun sahəsini soruşur. Görün, həm qövs uzunluğu düsturu, həm sektorun sahəsi düsturu eyni vaxtda istifadə olundu. Sektorun sahəsi pi r kvadrat vur alfa böl 360'dır. İndi pi vuraq alfa vuraq r kvadrat böl 360 yazdıq. Pi alfanın yerinə 240 yazırıq. Radiusun yerinə də 6 yazanda oldu 36. Bölək 360. İxtisar getdi aşağıda 10 qaldı. 240 ona böləndə 24 elədi. Deməli, burada bizim istifadə elədiyimiz düsturlar hansı oldu?
istifadə elədiyimiz düsturlar. Bura yazıram A, O, B. Bura alfa. Qövs uzunluğu 2 pi r vur alfa böl 360. Məsələn, bizə radiusu versələr, alfanı versələr, yerinə qoyub qövs uzunluğunu tapa bilirik. Məsələn, desə ki, 60 dərəcəlik qövsə 60 dərəcəlik mərkəzi bucağa uyğun qövsün uzunluğunu tap, alfanın yerinə 60 qoyuruq. Radiusda məsələn 10 verər, qoyarıq yerinə taparıq qövsün uzunluğunu. Və yaxud da burada sektorun sahəsini soruşsa, onda S sektor bərabərdir. S sektor bərabərdir. Pi r kvadrat vur alfa böl 360. Alfa məsələn verər 40 dərəcə yazarıq yerinə, radiusu verər yazarıq yerinə, o saat sektorun sahəsini tapmış olarıq. Buna diqqətlə fikir verin. Gəldik bura. A ilə B qarşılıqlı sadə ədədlərdir. Əbob AB 2x-15-dir. Əkob AB 3x plus 11 minimum A plus B-ni tapın. Çox dəhşət və çox istifadə olunan sual tipidir. Əgər A ilə B qarşılıqlı sadə ədəddirsə, A ilə B qarşılıqlı sadə ədəddirsə, o saat əbobu nəyə bərabərdir? 1-ə. Əbobun yerinə 1 yazdıq. Buranın olduğu kimi köçürdük. A ilə B qarşılıqlı sadədirsə, əkobu nəyə bərabərdir? A, B-yə. Buranın da olduğu kimi köçürdük. Buradan x-i tapmaq mümkündür. 16, 15 o tərəfə keçir. Üstə gəl 15 olur. 16 bərabərdir 2x, x bərabərdir 8-ə. 8 gətirib burada yerinə qoyaq. AB bərabərdir 3 vuraq 8, üstə gəl 1, elədi 25. AB-ni 25 tapdıq. Görəsən, hansı ədədləri bir-birinə vuranda 25 eləyir? 5 ilə 5-i ya da 25 ilə 1-i. Və 5 ilə 5 qarşılıqlı sadə deyil. İkisi də həm 1-ə bölünür, ikisi də həm 5-ə bölünür. Ona görə qarşı sadə deyil, sildik. 25 ilə 1 qarşılıqlı sadədir və onların cəmi də elə 26 eləyir. Amma nəysə səhv yazdım. Təzədən bir də işləyək uşaqlar. Təzədən bir də işləyək. Təzədən bir də işləyək. Hə, buradakı səhvim nədir? Buradakı səhvim, uşaqlar fikir verin. Səhv işlədim, bağışlayın. Deməli, qarşılıqlı sadədirsə əbob 1-dir. Yerinə yazdım 2x-15. X bərabər oldu 8-ə. Burada uşaqlar səhvim bilsin nədir? 3x plus 1 yazmışdım çaşıb. 3 vur 8 üstə gəl 11. AB bərabər oldu 35-ə. Hansı ədədlər 35 eləyir? 1 ilə 35 ya da 5 ilə 7. Həqiqətən də onlar qarşılıqlı sadədirlər. 5, 7 də 1, 35 də. Minimum istəyir 5 ilə 7-nin cəmi eləyir neçə? 12. Bildikdə qarşılıqlı sadədirsə əbobun yerinə həmişə 1 yazacağıq. Əkobun yerinə də AB yazırıq. Örgənə düsturlarda təkrar eləyək o dəqiqə. Mütləq şəkildə. Buradan hansı düsturu mən öyrəndim? Daha doğrusu təkrarladım. Düzgün dördbucaqlı prizma. Uşaqlar, düzgün dördbucaqlı prizma deyəndə mütləq bunun oturacağı kvadrat olur. Oturacağı kvadrat olur. Yan üzü isə düzbucaqlı olur. Məsələn, bura A olur. Burada A olur. Bura isə H olur. Belə bir də düzgün dördbucaqlı prizma deyəndə oturacaq kvadratdır. Yan üz düzbucaqlıdır. Düzdür, yan til hündürlük rolunu oynayır. Prizmanın hündürlüyü 6-dır. H deməli 6-dır. Prizmanın həcmi də 150-dir. Prizmanın həcm düsturu belədir uşaqlar. S oturacaq vuraq H. Həcm 150-dir. 150 yazdım yerinə. S oturacağı bilmirəm. Hündürlük də 6-dır. İxtisar getdi. S oturacaq bərabər oldu 25-ə. Biz demişdik ki, düzgün dördbucaqlı prizmanın oturacağı kvadratdır. Onda onun sahəsi A kvadrat eləyir. A kvadrat 25-ə bərabərdir. Onda A bərabərdir 5-ə. Biz bunun oturacağının tərəfini tapdıq. Deməli, buradan öyrəndiyimiz düstur nə oldu? Düzgün dördbucaqlı prizma dediyinə görə bunun oturacağı kvadratdır uşaqlar. Aha. Yan üzlər düzbucaqlıdır. Hündürlük yan tərəfə bərabərdir. Bunun həcmindən danışdı. S oturacaq vur H. Bunun S oturacağı uşaqlar tərəf A-dırsa A kvadrat eləyir. Hündürlük verilmişdi bizə. Həcm də verilmişdi və oradan A tapıldı. Gəldik belə bir dənə tənliyə. Çox çətin bir tənlikdir əslində yeni başlayanlar üçün. Biraz məşğul olanlar üçün isə normal tənlikdir. Kosinus 2 alfanı kosinus kvadrat çıx sinus kvadrat yazdıq uşaqlar. Niyə görə əlimizdə kosinus kvadrat və sinus kvadrat var? Buranı olduğu kimi köçürtdük. Uşaqlar, kosinus kvadrat hər iki tərəfdə var, bərabərliyin getdi. Mənfi sinus kvadrat, mənfi 2 keçdi o tərəfə, müsbət 2 sinus kvadrat bərabərdir 2-də 1-ə, sinus kvadrat bərabərdir 2-də 1-ə. Mən sizə bir dənə tənlik izah eləmişdim. Demişdim ki, trigonometrik tənlikdə var, tək belə veriləndə kvadratla dərəcəni aşağı salırıq. Sinus kvadratı x-in dərəcəsini belə salırdıq aşağı. 1 çıxaq kosinus 2x bölək 2. Bundan salırdıq. Burada da 1 çıxaq kosinus 2x bölək 2 bərabərdir 2-də 1-ə. 2-lər getdi. 1 çıx kosinus 2x bərabərdir 1-ə. 1-dən 1 çıxırıq, kosinus 2x-ə bərabər eləyirik. Kosinus 2x 0-dır. 0-ı da dərsin sonunda nətər kimsə əzbər deməmiş çıxmır. Daha çölə yadınızdadır. 2x bərabər 0-ı harada alır? Pi böl 2 üstə gəl pi k-da. Uşaqlar 2-yə böləndə
aşağısını 2'yə vururuq. Pi böl 4 olur. Pi k'nı da 2'yə bölük olur. Pi böl 4 plus pi k bölək 2. Belə. Sakit ol. Aha. Gəldik bura. x1, x2 gördüyə viyet eləyirik. x1 üstə gəl, x2 bərabərdir. Kəsir xətti. Mənfi 4'ü müsbət 4 götürürəm. Kvadratın qabağında olduğu kimi cavab elə 4. x1 vur x2 bərabərdir. Buranı olduğu kimi götürürəm. 2 bölək 1. Cavab elədi 2. Burada uşaqlar həm x1'i həm x2'ni ortaq çıxardırıq. Nə qalır? x1'in kvadratı üstə gələk. x1 çıxdı, x2 çıxdı, qaldı x2'nin nəyi? Kvadratı. x1 vuraq x2. Aha, böyük mötərizə. x1 kvadrat üstə x2 kvadrat həll eləyəndə x1 plus x2'nin kvadratı çıx 2x1 vur x2 köməkçi düsturdan istifadə elədik. Toplamanın qiyməti uşaqlar 4'dür, vurmanın qiyməti 2'dir. Yazırıq 2 vuraq, 2 vuraq, 4'ün kvadratı 16 çıxaq. 2 vur 2, 4. 2 vuraq 12 bərabərdir 24. Belə həll elədik bunu. Deməli, Hüseyin kitabın 7'də 2'sini gündə 15 səhifə, qalanı isə gündə 10 səhifə oxuyaraq bütün kitabı 19 gündə oxuyub qutarır. Hüseyin həmin kitabı gündə 14 səhifə oxuyaraq neçə gündə bitirə bilər? Əslində bizim hazırlıqda olan Hüseyindən söhbət gedirsə, Hüseyin kitab oxumaz. Bu yalan söhbətdir. Yəni burada neçə gün olsun, deməli Hüseyin kitab oxumaz. İndi yəqin ki bu başqa Hüseyindir. Ona görə misalı həll eləyək. Hüseyin kitabın 7'də 2 hissəsini gündə 15 səhifə, qalanını isə gündə 10 səhifə oxuyaraq bütün kitabı 19 günə oxuyub qutardı. Hüseyin kitabı gündə 14 səhifə oxuyaraq neçə gündə bitirə bilər? Uşaqlar, belə eləyək. Deməli, məsələni belə işləyək. Bax, tutaq ki uşaqlar, kitab x səhifədir. Kitab hamısı neçədir? X səhifə. Bunu anladıq. Kitab x səhifədir. Bu adam gündə 15 səhifə oxuyur. Məsələn, 150 səhifədirsə gündə 15 səhifə oxuyanda burada 10 günə bitirmiş olur. Düzdürmü? Deməli, 15 səhifə oxusa günə x bölək 15 olur. X bölək 15. Deməli, burada bir günə x böl 15 səhifə oxuyub. Məsələn, daha doğrusu x böl 15 günə oxuyub bunu. X böl 15 günə, məsələn, yenə deyirəm 300 səhifə olsa, gündə 15 səhifə oxusa, deməli, bu 20 günə bitirə bilər. Burada da x böl 15 günə bitirib nəyi? 7'də 2 hissəsini. 7'də 2 hissəsini elə bitirib. Ondan sonra 10 səhifə oxuyaraq, burada uşaqlar, gəlin belə eləyəyin. Gəlin belə eləyəyin. Aha. Bu adam 7'də 2x səhifəni, 7'də 2x səhifəni günə 15 səhifə oxumaqla bitirib. Deməli, 7'də 2x səhifəni bölək 15 günə. Neçə gün çıxdı buradan? Üstə gəl. Qalanını, yəni 7'də 5x isə gündə 10 səhifə oxuyaraq bu qədər gün sərf elədi və cavab oldu 19. 19 oldu. Ondan sonra bu nətər işləmək olar uşaqlar? Nətər işləmək olar bunu? Belə eləyək. Uşaqlar, 7'də 1'i çıxardaq. 7'də 1'i çıxardaq mötərizə xaricinə. Qalsın 2x bölək 15 üstə gələk. 10'da 5x bərabərdir 19'a. Düzdür? 19'a. Sonra bu 19'u 7'də 1'ə böləndə 7 19'a vurulacaq. Burada da ortaq məxrəc 30'dur. 30 15'ə böləndə 2 düşür. 30 10'a böləndə 3 düşür. 4x üstə gəl 15x elədi 19x bərabərdir. Burada 7 vuraq 19'a. 19'lar getdi x bərabərdir. 30 da 7'yə vuran nə qədər eləyir uşaqlar? 210 səhifə. 210 səhifədir. 210 səhifəni hər gün 14 səhifə oxusa neçə günə bitirər? İxtisar eləyib tapa bilərik buradan. 7'yə böləndə yuxarıda 30, aşağıda 2 alındı. Deməli, bu adam 15 günə bitirə bilərdi. Çox qəliz bir sual idi. Lazım olsa buna sinifdə də baxarıq. Sinifdə də bir yerdə baxarıq bu suala. Burada bir dənə vurğu eləmək lazımdır. Deməli, kitab ümumi x səhifədir. Bu adam 7'də 2'sini oxuyub kitabın. Yəni 7'də 2x səhifəni, Allah bilir 400 səhifədə, 600 səhifədə nədirsə bax bu.
Həmin bunu 600 səhifədirsə tutaq ki, 15 səhifədən oxuyub bölüb 15-ə və gün çıxıb buradan. Sonra yerdə qalanı, yəni 7-də 5 x-i, bu da bəlkə də 400 səhifədir. Onu da gündə 10 səhifə oxuyub, gün çıxıb buradan. Həmin günləri toplayanda cavab olub 19. Oldu? Belə. Belə. Orada bir gediş var idi. 7-də 1 vuraq mötərizə bərabərdir 19. Uşaqlar, mötərizə bərabərdir 19, 7-də 1-ə bölünür. Yəni 19 vurulur 7-yə. Bax, bu texnika idi. Gəldik 9-cu suala. Uşaqlar, burada SY ilə YB bərabərdir. SY ilə YB bərabərdir bir-birinə. YD perpendikulardır DA-ya. YD perpendikulardır DA-ya. Uşaqlar, həmişə orta nöqtədən paralel çəkin. Orta nöqtədən nə çəkəsiniz? Paralel. Paralel çəkəsiniz. O da gəlib bu tərəfin tam ortasına düşür həmişə. Bir də deyirəm, orta nöqtədən uşaqlar paralel çəkin. O da bu bir tərəfin tam ortasına düşür. Ondan sonra AD-ni 16 veribsə 8, 8 yazırıq. Bura oldu neçə? 16. DS 14'dür. DS neçədir? 14. AB neçədir? 20. Uşaqlar, bu ortadan gedən xətt orta xəttdir deyə bu ikisini toplayıb 2-yə böləndə orta xətti tapırıq. Yəni 34-ün yarısı 17. Pifagora görə də 17, 8 yəqin ki, bura 15 olar. Bilməyənlər x-in kvadratı üstə gəl 8-in kvadratı bərabərdir 17-nin kvadratından o 15-i tapa bilərlər. X kvadrat üstə gəl 64 bərabərdir 289. X kvadrat 225. X də bərabərdir 15-ə. Gəldik bura. Gəldik bura. Sinus 20. Sinus 20. 90-dan çıxanda oldu. Kosinus 20. Vuraq. Tangens 110-u nətər yazarıq? Mötərizədə 90 üstə gəl 20 yazırıq. 90 üstə gəl 20. Deməli, uşaqlar, 90 üstə gələndə ikinci rübdür. İkinci rübdə tez tangensə baxırıq, mənfidir və ad dəyişir, kotangens 20 olur. Demək, tangens 110-un əvəzinə mənfi kotangens 20 dərəcə yazırıq. Sinus 20-ni kosinus 20-yə böləndə tangens 20 eləyir. Mənfi kotangens 20. Getdi, cavab elədi mənfi 1. Gəldik bura. C5-2-ni hesablayırıq. C5-2. İkiləri uşaqlar C-lərdə belə hesablayırıq. 5 vuraq ondan birdən az bölü 2. P-ləri isə belə hesablayırdıq uşaqlar. 5-də 5 vuraq ondan bir dənə az. 10 üstə gəl 20 eləyir 30. 3 faktorial da 1-dən 3-ə kimi ədədlərin hasildir. 30 bölü 6 eləyir 5. Yadda saxlayın. Kombinzonun 2 olanı belə olurdu. N vuraq N-dən bir dənə az böl 2. Kombinzon məsələn 7-dən 2 olsa uşaqlar 7 vuraq 6 böl 2. P-ni nətər hesablayırdıq? N vuraq N çıx 1. Məsələn 10 bu da 2-dir uşaqlar. P-nin 10 vuraq ondan bir dənə az. 8 2. Onda 8 vuraq 8-dən bir dənə azdan hesablayırıq. Aha. 3 bucağın 2 bucağının cəmi. 3 bucağın 2 dənə bucağını heç bilmirəm mən. Biri alfa olsun, biri beta olsun. Onda xarici bucaq alfa plus betadır. 2 bucağının cəmi 3-cü bucaqdan 3,5 dəfə böyükdür. 2 dənə bucağın cəmi 3-cü bucaqdan 3,5 dəfə böyükdür. Yəni onun 3-cü bucağı x olsa, bunların ikisinin cəmi 3,5 x olur. Onu da bura yazmaq olar xarici bucağa. Bir də deyirəm, 3 bucağın 2 dənə bucağını mən bilmirəm. Biri alfa, biri beta. Onların cəmi 3-cü bucaqdan 3,5 dəfə böyükdür. 3-cü bucağa x deyirəm. Bunların cəmi x-dən. Bunların cəmi x-dən 3,5 böyükdür. 3,5 x-dir. Biz də bildik ki, bura alfa plus beta eləyir xarici bucağa görə. Elə bura 3,5 x yazıram. Sonra bunları toplayıb 180'ləm. Çünki qonşu bucaqlardır. 4 yarım x. 3 yarımla 1. 4 yarım eləyir. 10'da 45 deməkdir bu. X də bərabərdir. 180 vuraq 45'də 10. 4, 4 10'a vuranda 40 elədir. Gəldik bura uşaqlar. Deməli, baxın, loqaritma 3 əsasdan 81. Loqaritma 3 əsasdan 81 ilə 3 üstü 4 yazdı. Getdi, qaldı 4. Deməli, kök altda 2. Loqaritma 2 əsasdan 3. Üstə gəl 4'ü belə yazırıq. Kök altda 2. Loqaritma 2 əsasdan 3. Toplamaya görə vur. Kök altda 2'nin üstü 4. Belə yazırıq. Loqaritma hissəsini belə işləyirik. Uşaqlar, burada kök 2'dir, burada 2. Nətər eləyək burada kök 2 olsun? Bundan kök alanda bundan da kök alırıq uşaqlar. Bunlar getdi, qaldı kök 3. Vuraq.
Bəs 4-ü nətər yazırıq? 2 üstündə 2. Belə yazırıq ki, bu 2 bu kökü aparsın. Qalsın 2-nin kvadratı 4, cavab 4 kök altda 3. Bir də burada gedişlərə fikir verin. Bax, məsələn, kök altda 5, loqaritma 5, bu da 7. Bax, uşaqlar, burada kök altda 5 var. Bunu da kök altda 5 eləmək istəsə, bundan kök alana bunu da kök al. Cavab elədi kök altda 7. Bura qədər əla. Bura qədər əla. Sonra, uşaqlar, kök altında məsələn 5-in üstü 4. Kök altda 5-in üstü 2, bir dənə də üstü 2. 2-dən kök 5 getdi, 5-in kvadratı 25 qaldı. Bu texnikalara fikir vermək lazımdır. Deməli belə. Yazıb ki, burada testdəki sual deyil. Testdə 2 veriblər, mən 3 ilə işləmişəm bunu. 3 ilə işləmişəm. Görək alınırmı? Görək alınırmı? Alınırmı? Baxaq. Deməli, əvvəlcə uşaqlar ortaq məxrəc yazırıq. Yazdıq ortaq məxrəc. X plus 2 bura vuruldu. X çıx 2 vuraq. X üstə gəl 2. Üstə gəl. 3 də 2'ye vuruldu, oldu 6 bərabərdir. 2 də 1. 2 vuraq x plus 2. X kvadrat çıx 4 plus 6 bərabərdir. 2 də 1. X kvadrat üstə gəl 2. 2x plus 4 bərabərdir. 2 də 1. Əslində vurmayayım. X plus 2 eləyim. Bu 2 bu 2 ilə geçsin. Bərabərdə aşağıları ikisini ixtisar eləmək olar. X kvadrat üstə 2 bərabərdir. X plus 2. 2'lər getdi. X kvadrat çıx x bərabər 0. X ortaq vuruq çıxartdım. Bir dəfə x bərabər 0. Bir dəfə x çıx 1 bərabər 0. X bərabər oldu 1'ə. Məxrəcdə problem yaratmır. Ona görə də 2 dənə kökü var. Kiçik kök 0'dır burada. Gəldik bura. AB ilə D'ye paraleldir. Bunu uzatdım belə. Paralelləri uzatmağı unutmayın. Lazımdır. BAC. BAC yəni A. B ilə C arasında qalan A. B ilə C arasında qalan A 130'dur. CD'ye 40'dır. D bucağı hansı D? C ilə Y arasında qalan D. C ilə Y. C ilə Y. C ilə Y arasında qalan D 40 dərəcədir. 180'dən 40'ı çıxdıq oldu. Neçə dərəcə? 140 dərəcə. Bunların üçünü toplayanda 360 eləməlidir. 130 üstə gəl x üstə gəl 140 bərabərdir 360. 270 üstə gəl x bərabərdir 360. X də bərabər 90 dərəcə. ACD bucağı hazırdır. Gəldik bura. Ox kəsik bərabər tərəfli 3 bucaqdır. 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 Yəni bura, bura, bura 3-ü bilmə bərabərdir. Tez nəticə çıxartmaq lazımdır. Nəticəni biz məşq eləyirdik dərsdə də. L 2R'dir. H R kök 3'dür. Yan səthin sahəsi 32 pi'dir. S-yan konusda S-yan pi r L'dir. Bir də deyirəm, yan səthin sahəsi dediyinə görə konusda pi r L. Bura 32 pi yazıram. Pi vuraq r. L də 2R'dir. Dediyim kimi bərabər tərəfli 3 bucaq olanda ox kəsiyi bu nəticəni çıxardı. L'in yerinə 2R yazırıq. Pi'lər getdi. 2R kvadratı 32'dir. R kvadratı 16'dır. R də 4'dür. R 4'dür. L də 2 vur 4 8'dir. H da 4 kök altda 3'dür. R kök 3 olduğuna görə. Həcm 3'də 1 pi R kvadrat vur H'dır. Pi'ni 3 veriblər. Verməsələr pi'ni pi kimi saxla. Bunlar getdi deməli. R 4 idi. Kvadratı oldu 16. H da 4 kök 3. Cavab 64 kök 3 elədi. Belə. Müstəvidən 6 cm məsafədə yerləşən nöqtə var. Bura müstəvidir uşaqlar. Müstəvidən 6 cm məsafədə yerləşən bir A nöqtəsi var. Müstəvi uzunluğu 12 olan mail çəkilmişdir. Buranı tez birləşdiririk. Bu mailin bura proyeksiyasıdır. Bax bu hissə aşağı proyeksiyadır. Əgər katet hipotenuzdan 2 dəfə balacadırsa 30 ilə üzbəyizdir. Mailin oturacaqla əmələ getdiyi bucaq
müstəvi ilə əmələ gətirib 30 dərəcədir. Həmin bucağın kosinusu soruşur. Kosinus 30 dərəcə. Bunu da siz düsturları əzbərləyəndə 9 səhifəni orada əzbərləmişdiniz ki, kök 3 böl 2-dir. Çox gözəl uşaqlar. Gəldik bura. Burada gözəl bir bərabərslik var. Biz bərabərsliyi ayrı-ayrı sıfıra bərabər eləyirik. 9 çıx x kvadratı bərabərdir 0. X kvadrat 9, x müsbət 3 mənfi 3. Aşağını da sıfıra bərabər elədim. X bərabər 0. Ədəd oxunda 3 dənə yazıram. Mənfi 3, 0, 3. 3-dən sonra bir ədəd seçsək uşaqlar. 3-dən sonra məsələn 4 seçirik. 4-ü qoysaq bura. Aşağı müsbət eləyir. 9 çıx 16 mənfi eləyir. Ona görə mənfi yazıram bura. 0 ilə 3 arasında məsələn 1 var. 9 çıx 1 böl 1 müsbət elədi. Mənfi 2 var. Bunların arasında mənfi 2-ni qoyanda 9 çıxaq müsbət 4. Amma bölək mənfi 2. Mənfi elədi. Mənfi 3-dən balaca mənfi məsələn 4 var. 9 çıx mənfi 4-ün kvadratı müsbət 16 eləyir. Bölünsün yenə mənfi 4. Mənfini mənfiyə müsbət. Mənfini istəyirlər. Yazdıq bunu. Aha. Bu aralığa düşən ən böyük mənfi həll mənfi 1-dir. Bu aralığa düşən ən kiçik müsbət həll də 4-dür. Onlar demişdi ki, ən böyük mənfi həll və ən kiçik müsbət həll. Onların da cəmi uşaqlar 3 eləyir. Belə. X kvadrat çıxaq. I vuraq x. Üstə gəl 2. Yəni çıx 2i kvadratı. Bölək x kvadratı üstə gələk 4. I hərf var deyə müsbəti mənfi elədim. Elə bil müsbət 2-nin əvəzinə belə yazdım əslində. Bax, belə elədim. Bax, bunu belə yazmaq olar. Mənfi 2i kvadrat. Çünki bu mənfi 1-dir. Mənfi ilə mənfi müsbət eləyir. Müsbət 2-ni yenə verir. Müsbət 2-ni bu fason yazmaq olar. Mənfi 2i kvadratı kimi. Uşaqlar, elə bilin ki, belə bir şey var. X kvadratı çıxaq 1x çıxaq 2-ni nətər vuruqlara ayırarsınız? X çıxaq 2 və x üstə gəl 1 kimi. Düzdür? Prosta yanlarında i hərfi var deyə x çıxaq 2i və x üstə gələk 1i. Deməli, onda uşaqlar bu müsbət 4-ə belə yazaq. Mənfi 4i kvadratı yazaq ki, x çıx 2i, x üstə gəl 2i olsun. Bunlar getsin və cavab hazırdır. İndi nə qayırmaq lazım uşaqlar? Biraz məşq eləmək lazımdır. Məşq eləmək lazımdır biraz. Baxın. X kvadrat çıx. I vur x çıxaq 2i kvadratı. İ'ni görməzdən gəl. X kvadrat çıxaq 1x çıxaq 2. Kvadrat düzəldin, vuruqları ayıra bilmirsinizsə bunu surətləndirin. Vuranda mənfi 2, toplayanda mənfi 1 olan. X çıx 2 və x üstə gəl 1-dir. Sadəcə i hərfləri var deyə ikisinin yanında i hərfi atırıq yanlarına. Olur x çıxaq 2i və x üstə gəl 1i əvəzində x plus i yazırıq. Düzbucaqlının diagonal 6 kökdə 3-dür. Diagonal arasında kiçik bucaq 30 dərəcədir. Düzbucaqlının sahəsini tapın. Diagonal 6 kökdə 3-dür. Yazdım 6 kökdə 3. Diagonal arasında bucaq 30 dərəcə çəkdim. 30 dərəcənin diagonal arasına yazdım. Və bu diagonal yarıya bölünür. 3 kökdə 3, 3 kökdə 3. Belə olur. İndi burada belə bir məsələ var. Deməli, bərabər yanlı deyə 180-ə 30'u çıxırsan, 2'ye bölürsən 75-75 eləyir bu. Bütöv də 90'da axı. 90'dan 75 çıxanda oldu neçə dərəcə? 15 dərəcə. Düzdür. Fikir verin, burada bir 15-75 üçbucağı var. Və burada 6 kökdə 3'dür. Biz bilirik 15-75 üçbucağında 90'dan çəkilən hündürlük hipotenuzdan 4 dəfə balacadır. 6 kökdə 3'dən 4 dəfə balaca olan ədədi yazırıq 6 kökdə 3 bölək 4. Bildik bunu. İndi üçbucağın sahəsini nətər tapırlar? Hündürlük vuraq tərəf böl 2. Hündürlük vuraq tərəf bölək nə? 2. Belə. Burada 36 4'ü aparır. 9 qalır yuxarıda. Kök 3'lər ikisi bir-birinə 3 eləyir. Böl 2 cavab 27 böl 2'dir. Üçbucağın sahəsi 27 böl 2'də o pişi düzbucaqlının sahəsi 2'yə vururuq. Olur cavab 27. 27. Bunu biraz belə məşq eləyək.
Uşaqlar düzbucaqlı üçbucaqda əgər 15-75 varsa, hipotenuz da verilibsə, onda hipotenuza çəkilən hündürlüyü nətər tapırıq? Bunu 4 yerə bölürük, tapılır. Aydın oldu. Və yaxud da düzbucaqlı üçbucaqdır. 15-75 var. 15 varsa 75 var. Bu varsa bu var. Hündürlük verilib burada 6. Hipotenuz soruşur 4'ə vuruq olur nə? 24. Sahə soruşsa hündürlük vuraq tərəf böl 2. Məsələn. Bax, hər dəfə çalışın oradan bir düstur çıxardasınız. Sonra burada uşaqlar bərabər yanlılıq var idi. Bərabər yanlılıq, deməli, diagonallar. Kəsişir, kəsmə nöqtəsi bərabər yanlış bucaqdır. 180-ə təpə bucağı çıxıb 2 yerə böldük. 75 aldıq. Sonra çətin texnika bütövi 90 gördük. 90, 75, 15 qaldı. Bax, belə. Gəldik bura uşaqlar. Bir qəşəng tənlik var, loqaritmik tənlik. Buradakı ifadə bərabərdir. 1 böl kök 5-in üstü mənfi 2. X kvadrat çıx 9x üstə gəl 23 bərabərdir. 1 böl kök 5-in üstündə neçə? Mənfi 2. X kvadrat çıx 9x üstə gəl 23 bərabərdir. Mənfi bunu fırladır. Olur kök 5-in üstü 2. O da kvadrat köklə getdi, qaldı 5. X kvadrat çıx 9x üstə gəl 23 çıx 5 bərabər 0. X kvadrat çıx 9x üstə gəl 18 bərabər 0. Bunu da diskriminantla demişdim, axı diskriminantı örgənin. 6 bu da 3'dür. Yoxlasaq hansı görək burada mənfi yaradır. Onu götürməyin. 6'nı qoy 36. Üstə gəl 23. Elədi 59. 36, 23, 59 çıxaq. 9 dəfə 6-dan 54 müsbət elədi. 3'ü qoyanda 9 üstə gəl 23. 32 çıxaq 27. Heç bir problem yoxdur. 2 dənə kökü var. Gəldik bura. Uşaqlar A'lar verilir. A6'nı soruşur. Parçalayaq. A3'ün əvəzinə A1 üstə gəl 2 dənədir. A5'in əvəzinə A1 üstə gəl 4 dənədir. A10'un əvəzinə A1 üstə gəl 9 dənədir. Bərabərdir 24'ə. 3 dənə A1 üstə gəl. 9 ilə 4 13 eləyir. 13'ün üstə 2 gələndə 15 eləyir. Hər tərəfi 3'ə bölsək A1 üstə gəl 5'dir. Bərabərdir 24. 1 ilə 5 6 elədiyi üçün bu olur A6 bərabərdir 24. Hazırdır. Gəldik bura, çox maraqlı bir misal var. A kiçikdir B'dən. A balacadır, B isə böyükdür. Görürsünüz? A balacadır B'dən. B'dən A'nı çıxanda, bu böyükdən balacanı çıxanda müsbət eləyir. Balacan böyük çıxanda olur nə? Mənfi. Baxaq, bunu işləyək birinci. Müsbət. B çıxaq. Müsbət olan olduğu kimi mötərizdə yazılır. B çıxaq B üstə gəl A. B'lər getdi qaldı A. A da sıfırdan balacadır, mənfidir. Onu çıxartdıq mənfi A kimi. Gəldik bu hissəyə uşaqlar. Biz bilirik ki A B'dən balacadır. A balacadır B'dən. A'dan B'ni çıxanda mənfi eləyir. Modulu çəkdik A üstə gəl yazdıq. Buranı açanda mötərizədə mənfiyə vururuq. Mənfi A plus B. Bir də deyirəm, buranı açanda mənfiyə vururuq. Mənfi A plus B. Ondan sonra bunlar getdi açanda qaldı modul B. B də sıfırdan böyükdür, müsbətdir. Cavab elədi B. Yeri dəyişdi oldu B çıx A. Belə. Burada çətin bir sual var. Deməli, yavaş-yavaş işləyək uşaqlar. X kvadratı üstə gəl 8y çıx y kvadrat çıx 8x bərabər 0. Yaxınlaşdırma eləyirəm. Vuruqlara ayırıram. Ortaq vuruq çıxardıram. Mənfi eləyirəm. Yerlərini dəyişirəm. X çıx y çıxardıram. Qalır x plus nə? Y çıxaq 8 bərabər 0. X çıx y bərabər 0. X plus y çıx 8 bərabər 0. X plus y nəyə bərabər oldu buradan? 8'ə. X plus y-ni tapdım. 8. Burada x çıx y bərabər 0 var. Oradan x bərabərdir y-ə və yaxud da y bərabərdir x-ə. Bunu bu birisi tənlikdə yerinə qoysaq. X kvadrat üstə gəl x bərabərdir 20. X kvadrat üstə gəl x çıx 20 bərabər 0. X bir dəfə mənfi 5, bir də müsbət 4. Çox uzun misaldır. Buraxılış səviyyəsi misal deyil, elə bil ki. Amma yenə də naləşdən baxın da görün, öyrənə bilsəz öyrənərsiniz. Amma surəti olan uşaqlar öyrənsinlər. X mənfi 5 isə y də mənfi 5'dir. X 4 isə y də 4'dür.
Deməli belə uşaqlar, bunları vuranda 16 eləmişdi, bunları vuranda 25 eləmişdi. Bunlar bizdən maksimum soruşur, cavab oldu 25 bizim tapdığımızdan. Amma eyni zamanda bu x plus y ilə y kvadratı plus x bərabərdir 20-ni də bir sistemə alıb təzədən sistem eləmək lazımdır. Bunu çıxardacağım uşaqlar, bu sualı buradan. Həll eləmişəm, cavab gəlib axırda 33 çıxıb. X plus y ilə bu tənlik eləmişəm, amma inanmıram buraxılışda belə sual olsun. Çox vaxt aparır. Bunu istəsəz sinifdə bir dəfə məşq eləyərik. Lazım olar. Bunun hissələri bizə lazım olar. O hissələri məşq eləyərik. Belə. Sinifdə 60 şagird var. Əgər sinifə 5 oğlan və 7 qız gələrsə, qızların sayı oğlanların sayının 20%-dən çox olar. Sinifdə ən az neçə qız var? Çox dəhşət bir sualdır. Sinifdə 60 şagird var. Burada qızların sayından söhbət gedir. Qızlar x olsun. Onda oğlanlar 60-x olar. Bir də qızlar soruşur deyə qızlar x olsun. Ümumi 60-dır deyə oğlanlar da ümumidən qızları çıxırıq. 60-x-dir. 5 oğlan və 7 qız gəlir. 7 dənə qız gəlir plus 7. 5 dənə oğlan gəlir. Üstə gəl 5 olur. 65-x. Bildik sonraki vəziyyəti. Və bu zaman qızların sayı çox olur. Qızların sayı x plus 7 çox olur 65-x-dən. 65-x-dən yox. 65-x-dən 20%-dən də çox olur. Yəni 65x-in 20%-dən çox olur. 65x-in 20%-ni tapanda ondan çox olur. Bir də qızların sayı oğlanların sayının 20%-dən çox olur. Yəni oğlanların sayının 20%-ni tapanda, oğlanların sayının 20%-ni tapanda ondan çox olur. 100'ü vurduq 100x 700. Burada da vurduq açdıq 20'ni 65-x-ə 1300-20x. Keçdi o tərəfə 120x böyükdür 600. Sonra x böyükdür 5. Ən az deməli 6 dənə oğlan var. Bu çalışma da getdi.